Zamanlarla bağlı növbəti bir sualda biz burada bağlayıcının uzlaşmasına diqqət etməliyik. Cümlənin ortasında bəzi time bağlayıcısını görürük və bəzi time bağlayıcısının uzlaşması iki cür olur. Bəzi time-dan sonra indiki sadə zaman gəlirsə, əvvəlində olacaq gələcək bitmiş zaman. Birinci uzlaşmamız budur. İkinci uzlaşmamız isə bəzi time-dan sonra keçmiş sadə zaman gəlirsə əgər, əvvəlində olmalıdır keçmiş bitmiş zaman. Yəni bu iki uzlaşmadan kənara çıxa bilməyəcəyik. Bəzi time-dan sonra indiki sadə. O zaman bax bu will arrive-lara çıxacaq. Deməli, əvvəlində də olmalıdır gələcək bitmiş, amma 2-də have worked, indiki bitmiş yazılır. Deməli, doğru cavab 1-dir. İndiki sadə gələcək bitmiş. Və ikinci uzlaşmamıza keçirik. Keçmiş sadə, keçmiş bitmiş. Baxın, arrived, had worked. Onda deməli doğru olacaq 1 və 5.